Salam əziz və dəyərli izləyicilər, hər birinizə xoş gördük. Bu gün 12 aprel buraxılış imtahanına düşən sualların izahı ilə tanış olaq. Qeyd edeyim ki, mən B variantına düşən sualları sizə təqdim edirəm. Bu sualları cavablandıran mənim şagirdim Əlimuraddır. Biz də onun təhlili əsasında sualları təhlil edək. İlk sualımız fonetika ilə bağlıdır. Yəni sözlərin düzgün yazılışını bizdən tələb edən bir sualdır. Hansı sırada yalnız 2 sözdə eyni hərf buraxılmışdır? Boykot O ilə yazılır, bariyer A ilə yazılır, müntəxəbat Ə ilə yazılır, tələbə uyğun deyil, asfalt F, güvənc V, qəlb iki cür, həm B, həm də P kimi, yəni saxta mənasında qəlb kimi başa düşülə bilər. Selofan O ilə yazılır, pianino O ilə yazılır, aranjman A ilə yazılır və Əlimurad haqlı olaraq C variantını götürüb düzgün də götürmüşdür. Düzgün cavabımız C variantıdır. Üzərində rəqəm yazılmış hissələr haqqında doğru fikirləri müəyyən edin. Əziziyəm dərdimi, suya deyim dərdimi, bağban şirin yox da, əğyar gülü dərdimi? Nümunə bayatıdır. Bayatı üzərində iş görək. Deməli, suya deyim burada əmr şəklidir. Əmr şəklinə aid olan birinci şəxsin təkinin xəbərlik şəkilçisidir. Ondan sonra dərdimi təsiri haldır, öz dərdimi deyim. Əğyar gülü dərdimi, əğyar düşmən və mi də burada sual ədatıdır. Təhlili Əlimurad düz aparıb, suya deyim dərdimi burada. B variantını nişanlayıb, biz də B variantını düzgün cavab götürək. Xəbərlik, ikinci hal şəkilçisi və üçüncü sual ədatıdır. Doğru cavab B variantı. Növbəti sualımız sintaksis bölməsindəndir. Sintaktik təhlillə bağlıdır. Əlbəttə, çalışqan şagird dərslərini vaxtında hazırlayar cümləsinin sintaktik təhlili hansı sxemə uyğundur? Cümləni təhlil edirik. Əlbəttə, burada bizim modal sözümüzdür. Cümlədə ara sözdür. Yəni, ara söz təhlil olunmur. Hazırlayar feili xəbərdir. Şagird mübtəda, çalışqan şagird təyin, nəyi dərslərini vaxtında zaman zərflidir. Cümlə müəyyən şəxsli cümlədir, zərflidir daha doğrusu. Cümlə müəyyən şəxsli cümlədir, geniş cümlədir. İkinci dərəcəli üzvlərinin də iştirakı var, nəqli cümlədir. Cümlə üzvləri də quruluşuna görə burada sadədir. Yəni söz birləşməsi cümlədə yoxdur. Doğru cavab sxemə uyğun olaraq C variantıdır. Artıq 4 sualımız, 3 sualımız düzgündür. Yalnız biri saydı. Çoxal saydan düzələn feildir. Birgə saydan düzələn zərfdir. 1-ə 5 hər iki tərəfi saydan ibarət mürəkkəb zərfdir. 1-2 qeyri-müəyyən miqdar sayıdır. Bəli, doğru cavabdır D variantı. Sonsuz isə sifətli say deyil. 31 nömrəli çalışmada isə bizdən sözlərin leksik, sözdə 2 leksik, 2 qrammatik şəkilsinin olduğunu istəyir. Yəni, söz tərkibinə aid olan bir sual tələbidir. Burada vətən sözün kökü pərvər leksik şəkilsi, lik leksik şəkilsi, dir qrammatik. 2 leksik, 1 qrammatik olduğundan düzgün deyil. Sonra qurulmuşdur. Feildən feil, məchul növdə olan feildir. Muş burada qrammatik, dir də qrammatik olduğundan 1 leksik şəkilsi var. Tələbə uyğun deyil. Yaraqlanmaq sözündə elə görürük ki, bir qrammatik şəkilsi kifayət eləyir. Qurudakılardan quru sifət, dakı leksik, yenə də bir leksik var. 2 qrammatik olsa da tələbə uyğun deyil. Uçqundakılardır. Uç sözün kökü qun leksik şəkilsi, dakı leksik şəkilsi, lardır qrammatik şəkilsilərdir. Doğru cavab Y variantıdır. İkinci dərəcəli üzvün iştirak etdiyi adlıq cümlələrin sırasını müəyyən edin. Adlıq cümlə bilirsiniz, sadə cümlənin şəxsə görə növlərindən biridir. Yəni, bu mübtəda əsasında formalaşan cümlədir. Belə cümlələr geniş və müxtəsər ola bilir. Geniş ona görə olur ki, burada ikinci dərəcəli üzvlər iştirak eləsin. İmtahan nəticələri, həyəcan, sevinç, yalnız mübtədadan ibarət olan cümlədir. Yəni, burada imtahan nəticələri mürəkkəb mübtədadır, digərləri sadə mübtədadır. Səngər, əskərlər və komandirlər yenə də sadə mübtədalardır. 10-cu sinfin uşaqları. Aha, kim? Sinfin uşaqları. Hansı sinfin uşaqları? 10-cu sinif. Artıq təyinimiz var və doğru cavab Əlimurad C variantını götürüb digər suallara da, bəndlərə də baxaq. Son qələbəyə olan inam hissi. Nə inam hissi? Hansı inam hissi? Son qələbəyə olan inam hissi. Təyinimiz var və təyinimiz feil və tərkibi ilə ifadə olunub.
Ona görə də elə doğru cavabımız C variantıdır. Şuşa şəhəri Həcər ananın ömrünün ahıl vaxtları. Həcər ananın yəlik halını görən kimi mən sizə demişəm, yəlik və mənsubiyyətin arasına nə qədər söz girirsə, cümlənin bütövlükdə bir üzvüdür, geniş olmasına baxmayaraq biz bütün bu tərkibi hamısını, birləşməni mübtəda götürürük. Həcər ananın ömrünün ahıl vaxtları mübtədadır. Payızın son ayı yenə də həmçinin eyni qaydada, dəniz sahili yenə də ismi birləşmədir və qeyri-müəyyən yəlik hal və mənsubiyyət birləşməsindən yaranan ismi birləşmədir ki, bu da sadə mübtədadır. Üzr istəyirəm, mürəkkəb mübtədadır. Doğru cavab C variantı. Hansı cümlədə məqsəd zərfliyi işlənib? Uşaqlar, mən sizə həmişə demişəm izahımda ki, əgər fe'li sifətdə dığı şəkilçisi üçün qoşması ilə işlənirsə bərabər, bu artıq səbəbdir. Nümunədə də biz görürük ki, Anar 5 aldığı üçün çox sevinmişdi. Sevinməyinin səbəbi nədir? 5 alması. Əvvəl səbəb olur, səbəb baş verən hadisə olur, ondan sonra nəticə. Yəni səbəbdən nəticə doğmalıdır, yaranmalıdır. Uşaq tərifləndiyi üçün həvəsə gəlmişdi. Bu tərifləyirlər uşağı, motivasiya olur uşağı üçün və həvəslənir. Bu da səbəbdir. Dığı şəkilçisi ilə üçün qoşması birləşib. İstidən, çıxışlı halda yenə də səbəb yaradır. İstidən qonaqların hamısı tərləmişdi. Cümləsində burada çıxışlı hal şəkilçisi var. Soyuqdan donmuşdum. Əvvəl isti olur və sonra sən tərləyirsən. Həmişə səbəb əvvəl baş verir. Əsas işdən əvvəl baş verir. Düşmən qorxaraq geri çəkildi. Fe'li bağlama tərkibi var. Araq şəkilçisi ıbla əvəz olunur. Burada qorxub. Əvvəl qorxuram, sonra geri çəkilirəm. Geri çəkilməyimin səbəbi qorxmağımdır. Dostunu təbrik etmək üçün, baxın yadınıza gəlirsə, uşaqlar, mən sizə həmişə deyirdim ki, məsdər əgər üçünlə birləşirsə, bu artıq məqsəddir. Yəni, qarşıma məqsəd qoymuşam. Döyüşmək üçün gedirəm. Qələbə qazanmaq üçün gedirəm. Hələ qazanmamısan. Gedirsən ki, qazanasan. Və məqsəd gələcəkdə qabağına qoyduğun məqsədindir sənin. Ona görə də doğru cavabımız yenə də burada Y bəndidir. Əlimurad yenə də düzgün cavablandırıb. Növbəti sualımıza keçək. Nümunəyə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mən ağa ağ dedim qarıya qara. Sən məni istədin çəkəsən dara. Yenicə sağalır vurduğun yara. Mənim bu yaralı könlümə dəymə. Qəşəng şeirdir. Şeir nümunəsinə əsasən doğruda doğrunu, yanlışda da yanlışı seçməliyik. Düzəltmə sözlərdən ikisinin kökü feildir. Gəlin baxaq, birinci bənddə düzəltmə söz var, yoxdur. İkinci bənddə də yenə də yoxdur. Üçüncü bənddə sağalır, sağ sifət, sağalmaq sifətdən feil yaranıb burada. Bunu götürmürük. Vurduğun yara. Yara bəri feildir, feildən düzələn isim. Bu düzgün cavabdır. Eyni zamanda düzgün bənddir. Mənim bu yaralı könlümə. Yenə də yaralı sözünə baxaq. Yar sözün kökü yara. Yaralı, 2 leksik şəkilsi var, düzəltmədir. Ona görə də birinci bəndimiz doğru bənd hesab olunur. Adlıq, təsirlik, yönlük halda olan isimlər işlənib. Baxaq, isimlər soruşur, sözlər yox. Ona görə də burada məni əvəzlik, təsirlik halındadır. Ağa sifətli, yönlük halındadır. Qaraya. Qaraya sözü yönlük halındadır və yönlük halında olan sifətdir. Dara. Çəkəsən dara. Yönlük halında isimdir. Vurduğun yara adlıq halındadır. Mənim bu yaralı könlümə yenə də yönlük haldadır. Amma təsirli halda feil olmadığı üçün ikinci bəndimiz doğruda səhvdir. Təsriflənməyən feil tərkib əmələ gətirib. Təsriflənməyən feil vurduğum yara. Yenicə sağalır, nə edir? Sağalır, nə? Yara. Hansı yara? Vurduğun yara. Burada tərkib yaratmayıb. Ona görə də üçüncü bəndimiz də doğruda səhvdir. Biz burada yalnız birinci bəndi düz götürmüş oluruq. Yanlışa baxaq. Əvəzliklərin hamısı ismi əvəz edib. Mən, sən, mənim ismi əvəz etdiyi halda bu əvəzliyi işarə əvəzliyidir. Biz bilirik ki, işarə əvəzliyi sifətin yerinə işlənən bir əvəzlikdir. Ona görə yanlışda da bu bəndi düzgün hesab etmiş oluruq. Təsriflənməyən feillər yalnız xəbər və əmr şəklindədir. Baxaq görək. Təsriflənməyən feillər, təsriflənən feillər, üzr istəyirəm. Dedim xəbər şəklində, xəbər əmr. İstədin, sən istədin, yenə də xəbər şəklindədir. Çəkəsən dara.
Çəkəsən burada artıq sıranı pozdu. Bu arzu şəklindədir. Vurduğun yara könlümə dəymə əmr şəklidir. Bəli, 5 də burada yanlış olduğu üçün yanlışda yanlışı götürürük. Əlamət bildirən isimləşmiş sifətlər işlənmişdir. Əlamət bildirən, bəli, rəng bildirən sifətlər ümumiyyətlə əlamət bildirir. Burada ağa, nəyə ağa, bayaq da biz dedik yönlülük aldısa, bu isimləşib. Yəni qarşısında isim yoxdur artıq qaraya. Bu da doğru bənddir. Yanlışda yanlışı götürmürük. Doğru bəndimiz B variantıdır. Burada yüngülcə bir səhvə diqqətsizlik eləyib. 3 ilə 5-ci bəndin yerini səhv eləyib. Hansı nümunədə xitab söz birləşməsi ilə ifadə olunub? A variantını götürüb. Niyə məlulsan a dağlar qızı? Dağlar qızı burada ismi birləşmədir, xitabdır. Sonda işlənib mürəkkəb xitabdır. Doğru cavabımızdır. Digər bəndlərə də baxsaq, a yoldaş burada xitabdır. Şairdir, görünür, düz ilqarı var, heç burada xitab yoxdur. Böyük oğlum, kiçik qızım həmcinslərdir, xitab deyil. Burada da sadə xitablar, əzizim, sirdaşım, sadə xitablar olduğundan elə doğru cavab yenə də A variantıdır. Biri feilin indiki zamanının inkarındadır. Əlmurad A variantını vurub və düz də vurub. Gəlmir. Gəlmir. İndiki zamanda biz bilirik ki, sözün indiki zaman şəkilsi saitlə başlanır və inkar da saitlə bitir. İndiki və qeyri-qəti gələcək zamanda ma inkar şəkilsi a saitini itirir, m şəklində olur. Ona görə də doğru cavab elə A variantımızdır. Digər B variantı qeyri-qəti gələcək zaman, burada nəqli keçmiş zaman, gəlmədi şuhudi keçmiş zaman, gəlməyib yenə də nəqli keçmiş mış şəkilsinin ıb variantıdır. Diqqətinizə görə təşəkkür edirəm. Abunə olub bizi sevindirməyinizə görə də təşəkkür edirəm.